Ən-Nəml, Qarışqalar surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Ta-Sin. Bu, Qur'anın və açıq aydın bir kitabın ayələridir. Möminlərə doğru yol göstəricisi və müjdədir. O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar. Həqiqətən, axirətə iman gətirməyənlərin bəd əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar azğınlıqları üzündən heç nə anlamadan yer üzündə veyillənirlər. Bunlar əzabı ağır olacaq kimsələrdir. Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır. Həqiqətən sən Qur'anı müdrik və bilən Allah'tan alırsan. Bir zaman Musa öz ailəsinə, mən doğrudan da bir od gördüm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasız demişdi. Musa oraya gəlib çatanda ona nida gəldi. Odun içindəki də, ətrafındakı da mübarəkdilər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir. Ey Musa, qüdrətli, müdrik Allah mənəm. Əsanı yerə at. Musa onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. Allah dedi, ey Musa, qorxma. Elçilər mənim huzurumda qorxmazlar. Ancaq kim haqsızlıq edib, sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, mən bağışlayanam, rəhimliyəm. Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən 9 möcüzədən biri budur.